Salam değerli izleyicilerimiz. Bugün 15 May 2026 tarihte Zaqatala şəhərində İgid qəhrəman bir oğlumuzun evindəyik, ocağındayıq. O qəhrəman oğul ki, uzun bir döyüş yolu keçən, vətən torpağını, bayrağını canından artıq sevən Abbasov Yunis'in evindəyik. Ailəsinin, ata-anasının yanındayıq. Allah'tan Yunis'in ailəsinə səbir diləyirik, ata-anasına, övladlarına, xanımına can sağlığı diləyirik. Yunis kimi bir qəhrəman oğlun əmanətləri ilə tanış olmaq bizim üçün çox böyük qürurdur. Az öncə mən Yunis'in xanımı ilə söhbət əsnasında Yunis'in necə ailə canlı, ailəsinə bağlı, ata-ana sevdalı, vətən bayraq sevdalı olmağından danışdı. Elə istəyirəm ki, biz bir-iki kəlmə Yunis haqqında Yunis'in atasını dinləyək. Buyurun. Yunus çox qeyrətli oğlan idi. Vətənpərvər idi, zəhmətkeş idi. Elə burada gəlirdi məsələn bir 5-6 gün otpuska kimi dincəlməyə, o dayanmazdı. Harada işdə axsayan yer var, oranı təmir eləyərdi, düzəldərdi. Hərbi hissədə də elə idi. Deyirdilər ki, məsələn, özünə aid olmayan işlərdə də gedib uşaqlara kömək eləyirdi və onlara verirdi. İyul ayının 13'ü ad gün oldu, 15'i qəza nəticəsində rəhmətə getdi. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Analar bizim baş tacımız, analar oğlu dünyaya gətirəndə deşik başında övladlarına laylay deyən anaların övladları indi vətən torpaqları uğrunda, ana uğrunda, İsmət, Arxəya uğrunda canlarını fəda etdilər. Bir ömür boyu vətən torpağı ana kimi əziz olub, ana kimi Yunis balamıza laylay çalacaq. Mən istəyirəm ki, Yunis'in anasından da bir-iki kəlmə Yunis haqqında o xoş günlərdən bir-iki kəlmə danışasınız. Mənim balam çox gözəldi. Uşaqlığımda o qədər gözəldi, gəlirdi, qonşular aparırdı, saxlayırdılar. Böyüyəndə də maşallah çox qeyrətli idi, balaca idi. Gedirdim odun yarmağa, gəldi, əlimdən alırdı. Ay bala, sən vurarsan ələ ayağa, deyirdi, yox ay mama, sən git, mən özüm yarırdım. Çox balacanlı, çox ata bala, ana canlı, çox qeyrətli uşaq idi. Tamam başqa cür uşaq idi. Allah məkanını cənnət eləsin, bizim başımızı uca elədi. Hara getsək bizdən bir addım qabaqdadır. Mən nəyə getdim, o 8 Mart'da mənim oğlum qəhrəmandır. Burada mənim sevincdən gözümün yaşı durmadı. O qədər sevindim ki, məni gör kimlərlə gətirib görüşdürdü, nə yox, kimlərlə tanış elədi. Allah'ın məkanını cənnət, məqamını cənnət eləsin, bizim başımızı uca elədiyi üçün biz ona minnətdarıq. Allah sizə də can sağlığı versin. Əfsanə xanım, bilirik ki, çox çətindir, amma siz bayaqdan o qədər qürurla danışdınız ki, Yunis'lə olan xoşbəxt günlərinizdən. Mən inanıram və güvənirəm ki, Yunis'in əmanətlərinə Yunis kimi siz arxa dayaq olub, Yunis'in arzularını o evladlarda yerinə getirəcəksiniz. İstəyirəm bir-iki kəlmə də olsa, siz də Yunis'lə bağlı danışasınız. Yunis'ten çok şey danışmaq olar, amma bir şey deyirəm ki, çox yaxşı həyat yoldaşı idi, çox yaxşı ataydı, çox mehriban olmuşuq hər zaman, can deyib, can eşitmişik. Evladlarına çox mehriban, həm dostuydu, həm ataydı. Əlindən nə gəlirdi, ən yaxşısını edirdi evladlar üçün, qızlarımız üçün. Tək arzusu var idi evladların ali məktəbdə oxumağını istəyirdi görmək. Qismət olmadı. Şəhid olandan sonra qızlarımız ali məktəbə qəbul oldular. Hal-hazırda onlar da atalarının başını uca edirlər hər yerdə. Atalarını tanıdılar. Bizim başımızı ucadan uca elədi. Allah özünü də inşallah məqamını uca eləsin. Amin. Mən ondan razı qaldım. Allah da ondan razı qalsın. Biz sizə təşəkkür edirik. Mən buradan Zaqatala rayon rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Mən 2 gün öncə Ulu Öndər Heydər Əliyev adına
mərkəzdə oldum. Mərkəzin rəhbərliyi ilə görüş oldu. Kitablarımı təqdim elədim. Çox məmnun qaldım o görüşdən və özümə də borc bildim ki, bugün Yunisin ailəsini xanım müəllimə ilə birlikdə ziyarət edək. Yanımızda gördüyünüz bax bu oğul Yunisin əmanətidir. İnşallah ki, Yunisin arzuları bu oğul balamızda yerinə yetəcək. Bugün qəhrəmanlar unudulmur. Qəhrəmanlar can verib yurdu yaşatmaq üçün. Yurdu yaşadan vətən oğulları. Ruhunuz qarşısında ehtiramla baş əyirik. Vətən sağ olsun. Bu vətən sizi unutmadı.